Azərbaycan möhtəşəm təbii mənzərələri, qədim tarixi abidələri və zəngin mədəni irsi ilə diqqət çəkən bir ölkədir. Hər bir bölgəsi unikal xüsusiyyətləri ilə seçilir və səyahət sevərlərə müxtəlif təcrübələr təklif edir. Şimal, Quba, Qusar və Şahdağ. Quba Azərbaycanın şimalında yerləşən və xüsusilə təbiəti ilə seçilən bölgələrdən biridir. Buradakı qəçreş meşələri, sərin iqlimi və sıx ağacları ilə yay aylarında istirahət üçün əvəz olunmazdır. Qubanın Xınalıq kəndi isə dünyanın ən qədim yaşayış məntəqələrindən biri sayılır. Hündür dağlarla əhatələnmiş bu kənddə təbiətin və sadə həyat tərzinin birləşməsini görmək mümkündür. Qusar isə adətən Şahdağ qış-yay turizm kompleksi ilə tanınır. Burada qış mövsümündə xizək sürmək və yayda təbiət yürüşləri təşkil etmək üçün şərait mövcuddur. Bundan əlavə, Laza şəlaləsi bölgənin ən məşhur təbiət möcüzələrindən biridir. Şimal-Qərb Şəki, Qəbələ və İsmayıllı. Şəki Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biridir. Şəki Xan Sarayı nadir şəbəkə sənəti ilə bəzədilmiş memarlıq abidəsi olaraq UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Şəhərdəki Kiş kəndi və buradakı qədim Alban məbədi isə Azərbaycanın tarixini daha dərindən öyrənmək istəyənlər üçün əvəz olunmazdır. Qəbələ təbiətsevərlər və tarixi həvəskarlar üçün ideal bir məkandır. Burada Nohur Gölü sakitliyi və mənzərəli təbiəti ilə turistləri cəlb edir. Tufandağ Xizək mərkəzi isə qış idman növləri həvəskarları üçün mükəmməl seçimdir. İsmayıllı xüsusilə Lahıc kəndi ilə tanınır. Bu kənddə qədim miskərlik sənəti hələ də qorunub saxlanılır. Dağlarla əhatələnmiş bu kəndin dar küçələri və qədim memarlığı xüsusi bir cazibə yaradır. Cənub, Lənkəran, Masallı və Astara. Azərbaycanın cənub bölgələri subtropik iqlimi, unikal təbiəti və mədəni zənginlikləri ilə fərqlənir. Lənkəran çay plantasiyaları ilə məşhurdur. Buradakı Hirkan Milli Parkı UNESCO-nun siyahısına daxil edilmiş nadir flora və fauna növləri ilə təbiət həvəskarlarını özünə cəlb edir. Bundan əlavə, Lənkəran qalası və qala qapıları bu bölgənin tarixi yerlərindən biridir. Masallı isə isti su müalicə mərkəzləri ilə tanınır. Burada sağlamlıq turizmi geniş yayılıb. İsti su bulaqları müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunur. Astara Azərbaycanın ən cənub nöqtəsi kimi təbiət möcüzələri ilə diqqət çəkir. Yanar bulağı və Astara çimərlikləri buranın ən məşhur yerləridir. Burada həmçinin Astara meşələri boyunca yürüşlər təşkil etmək mümkündür. Qərb Gəncə, Göygöl və Naftalan. Azərbaycanın qərb bölgələri həm tarixi, həm də təbii gözəllikləri ilə zəngindir. Gəncə Azərbaycanın qədim şəhərlərindən biridir. Burada Nizami Gəncəvinin məqbərəsi, böyük Azərbaycan şairinin xatirəsini yaşadır. Xan bağı isə şəhərin ən gözəl parklarından biri olaraq yerli və xarici turistlərin marağına səbəb olur. Göygöl Azərbaycanın gözəl təbiəti ilə tanınan bölgələrindən biridir. Göygöl Milli Parkı adını daşıyan gölü ilə təbiətsevərlərin sevimli məkanlarından biridir. Burada həmçinin Maral göl və digər kiçik gölləri də ziyarət etmək mümkündür. Naftalan müalicəvi neft resursları ilə dünyada məşhurdur. Buradakı sanatoriyalar xüsusilə revmatizm və dəri xəstəliklərinin müalicəsində effektli nəticələr təqdim edir. Naxçıvan, Duzdağ və Əsabi Kəhf. Naxçıvan Muxtar Respublikası Azərbaycanın mədəniyyət və tarix xəzinəsidir. Duzdağ müalicə mərkəzi nəfəs darlığı və astma kimi xəstəliklərin müalicəsində istifadə olunur. Bundan əlavə, Əsabi Kəhf ziyarətgahı həm dini, həm də tarixi baxımdan əhəmiyyətlidir. Buraya gələnlər həm mənəvi rahatlıq tapır, həm də qədim tarixlə tanış olurlar. Şərq, Abşeron və Qobustan. Azərbaycanın şərq bölgəsi, xüsusilə Abşeron yarımadası, ölkənin paytaxtı Bakını da əhatə edir. Qobustan qaya sənəti qoruğu, qədim qayaüstü təsvirlər və vulkanları ilə məşhurdur. Buradakı qaya rəsmləri insanlığın ən qədim izlərini əks etdirir. Bundan əlavə, Yanardağ Azərbaycanın nadir təbiət möcüzələrindən biridir. Turistlər üçün faydalı məlumatlar. Azərbaycanda hər mövsüm səyahət üçün fərqli gözəlliklər təqdim edir. Yayda dağ kəndlərinə və meşələrə, qışda isə Şahdağ kimi xizək mərkəzlərinə üz tutmaq olar. Yerli mətbəxin dadını çıxarmaq üçün hər bölgənin özünə məxsus yeməklərini sınamağı unutmayın. Məsələn, Qubanın qutabı, Şəkinin paxlavası və Lənkəranın ləvəngisi məşhurdur. Azərbaycana gələn turistlər üçün viza qaydaları çox sadələşdirilib.
Əksər turistlər elektron viza ilə ölkəyə daxil ola bilirlər. Azərbaycanın hər bir bölgəsi təkrar olunmaz gözəlliklərə malikdir. Şimalın dağ mənzərələrindən cənubun subtropik iqliminə, qərbin tarixi irsindən şərqin vulkanlarına qədər hər kəs üçün maraqlı məkanlar var. Paytaxt Bakının görməli yerləri haqda məlumat üçün keçid edə bilərsiniz. Səyahət planlarınızı qurarkən bu məkanları nəzərə almağı unutmayın və Azərbaycanın gözəlliklərini kəşf edin.